Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə şəkərbura xəmirindən sobada döymə pirajkisini necə hazırlayıramsa onu paylaşacağım. Çoxdan bəri paylaşmaq istədiyim bir resept idi. İnşallah ki bəyənərsiniz və bəyəndiyiniz halda da like edərək kanalıma böyük dəstək olmuş olarsınız. İndi keçək hazırlanma qaydasına. Qeyd edim ki, 22 ədəd döymə soba pirajkisini hazırlamaq üçün əvvəlcə 500 qram unu, yəni yarım kilo unu ələkdən keçirdirəm. Yaxşı olar ki, 2 dəfə ələkdən keçirdəsiz. Yəni ələkdən nə qədər çox keçirsəz, o qədər bilin ki, möhtəşəm alınacaq xəmir. Və üzərinə 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz və 1 dolu çay qaşığı qabartma tozu əlavə edirəm. Daha sonra 200 qram otaq temperaturunda yumşaltdığım kərə yağını da əlavə edirəm. Kərə yağını paçka margarin yağlarla da əvəz edə bilərsiniz və unu umac halına gətirirəm. Umac əldə etdikdən sonra xəmirin ortasında belə deyim də oyuq açaraq 2 ədəd yumurta və 100 qram qatığı əlavə edirəm və daha sonra 1 xörək qaşığı üzüm sirkəsinin üzərinə yarım çay qaşığının ucunda soda əlavə edib qatışdırıb xəmirə əlavə edib əlimlə xəmiri yoğurmuram, yığıram bir yerə. Ələ yapışan, yüngül, yumuşaq bir xəmir ərsəyə gəlir. Baxın, gördüyünüz kimi mən xəmiri yoğurmuram. Xəmiri sadəcə olaraq topalayıram bir yerə. Və daha sonra topaladığım xəmiri penqvin kulyokun içərisinə yerləşdirirəm və soyuducuda 1 saat soyuducunun adi gözündə saxlayıram. Buzluğa yerləşdirmirəm. Adi gözündə 1 saat saxlayıram. Bu arada içliyi hazırlayıram. Kartofla hazırlayacağım. 700 qram kartofu qoyuram bişməyə. Bişdikdən sonra suyunu təmiz süzürəm. Üzərinə bir qədər sarı kök, duz, yəni zövqə görə də istəsəz istiot da əlavə edə bilərsiniz və 50-60 qram da kərə yağı əlavə edib yaxşı-yaxşı kartof əzənlə əzirəm. 1 saatdan sonra xəmiri soyuducudan çıxardıram. Xəmir özünü çox qəşəng tutubdu və xəmiri hissələrə ayıraraq, görürsünüz ki, yoğurmuram. Yəni xəmir, bayaq da gördünüz ki, yoğurulmadı, amma çox gözəl əmələ gəlib xəmir. Və xəmiri 2 hissəyə ayrı başlayıram. Hər biri 44-45 qramdan olmaq şərti ilə kündələr tutmağa. Yəni 45, 44, 46 qramlıq kündələrə ayırıram və həmin kündələri də yaxşıca toparlayıb kulyokun altında saxlayaraq başlayıram bir-bir kündələri açmağa. Mənə Instagramda Makkaş Baku səhifəsindən belə gözəl bir hədiyyə gəlibdi. Hansı ki, bunu mənə sırf əl işi olaraq şəkərbura hazırlamaq üçün göndəriblər. Amma mən qərara gəldim ki, məhz bu xəmiri də döymə xəmiri olduğundan bu xəmiri də bu cür istifadə edə bilərəm. Hazırladığım kündələri olsun şəkərbura, olsun pirajki fərq eləməz. Kündələri bu gördüyünüz taxtanın içərisinə yerləşdirirsiniz. Heç bir əziyyət çəkmədən, oxlovla açmadan rahat şəkildə üzərindən sıxdıqda hamısı eyni ölçüdə, səliqəli şəkildə kündələri açır. Səhifəni qeyd eləmişəm, videonun alt bölümündə istəsəz sifariş verə bilərsiniz. Açdıqdan sonra hazırladığım içlikdən bir qədər içərisinə qoyuram. Özdə bir şey var ki, oxlovla biraz nahamarlıq olur. Bu alətlə o qədər rahat hamar şəkildə açılır ki, əgər bu alətdən bilirəm ki, çox adamlarda, demək olar ki, hələ ki, yəni tək-tük adamlarda var. Adi oxlovla da aça bilərsə. Prosta məndə bu olduğuna görə mən bu vasitə ilə açdım. Və hazırladığım kündənin içərisinə hazırladığım içlikdən 2 çay qaşığı yerləşdirib uc hissələrini yüngülvari bağlayıram. Eynən şəkərburadakı kimi və daha sonra kənarını şəkərbura kimi bükürəm. Baxın, bükə bilmirsinizsə, adi pirajkini necə edirsinizsə, arxa hissəsini elənçinə bağlaya bilərsiniz. Yəni o şərt deyil ki, mütləq belə bükülməlidir. Mən bükę bilirəm deyə belə bükürəm. Mən əvvəllər bir 9 il, 10 il bundan öncə, 11 il bundan öncə bükę bilmirdim. Şəkərbura kimi, adi pirajki kimi hazırlayırdım. Və eyni qaydayla hamısını bu şəkildə hazırlayıram. Kənarlarını əvvəlcə bu şəkildə bağlayıram. Ondan sonra şəkərbura kimi belənçinə
bükürəm kənarını. Və salam. Əslində çox asandır. İnşallah mən sizə bunu o qədər rahat üsulla göstərəcəm şəkərbura hazırlayanda ki, necə lazımdır kənarlarını bükmək. Və hazırladığım pirajkiləri yüngül yağladığım soba listinin içərisinə yerləşdirirəm. Duru yağla yağlamışam. Eləməyə də bilərsiniz. Mən hər ehtimala yağlamışam. Və üzərinə 2 ədəd yumurtanın sarısına 1 xörək qaşığı duru yağ və yarım çay qaşığı sarı kök əlavə edib qatışdırıb pirajkilərin üzərinə hər tərəfinə çəkirəm. Mən sizə deyim ki, bir dəfə mənim yumurtam yox idi pirajki hazırladığım zaman. Tamamilə yadımdan çıxmışdı ki, yumurta alım və mən çay xatası çəkmişdim çörəyin üzərinə çəkdiyimdən. Elə gözəl qızarmışdı ki, heç inanın yumurtalı, yəni pirajkidən heç fərqlənmirdi. Yəni yumurta əgər evinizdə yoxdursa, nəzərinizdə olsun ki, çayın xatasında çəkə bilərsiniz. Və əvvəlcədən sobanı da qızdırmışam 180 dərəcədə alt-üst rejimdə 30-35 dəqiqə ərzində bişir. Və üzərinə qara küncüt də əlavə edə bilərsiniz, ağ susam da əlavə edə bilərsiniz. Mən ağ küncüt əlavə Və budur, ətri bütün evə bürüyən möhtəşəm bir pirajki ərsəyə gəldi. Həqiqətən də yəni sınanılası bir reseptdir. İndi mən kəsib içində göstərəcəm. Bilirsiniz necədir? Əl vurursunuz, ovuntunu hiss edirsiniz. İndi isti olduğundan pambıq kimi yumuşaqdır. Biraz soyuduqdan sonra ovum ovulur. O qədər gözəl bir reseptdir. O qədər gözəl bir dadı var ki, yəni möhtəşəm bir pirajkidir. Mütləq hazırlamanızı tövsiyə edirəm. Ən əsası göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü, heç kim qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə, abunə olmağı unutmayın. Videolarımı bəyənirsinizsə, like edərək kanalıma dəstək olmağı unutmayın. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.